Bakıda arvadını Lökbatandakı gölün ətrafına aparıb, orada amansızlıqla qətlə yetirən Rəşad Tağıyevin məhkəməsi yekunlaşıb. Bakı Arzantər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədri ilə keçirilən prosesdə dövlət ittihamçısı Tural Yaqubov ittiham nitqi ilə çıxış edib. Dövlət ittihamçısı məhkəməyə Rəşad Tağıyevin 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib. Vəkil müdafiə çıxışı etdikdən sonra təqsirləndirilən şəxs son söz deyib. O məhkəmədə özünü qismən təqsirli bildiyini və hadisəni qısqanclıq zəminində törətdiyini söyləyib. Məhkəmə müşavirəyə gedib qayıtdıqdan sonra hökmü elan edib. Hökmə əsasən Rəşad Tağıyev 10 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, istintaqla müəyyən edilib ki, 2025-ci il iyunun 30-u saat 23 radələrində Rəşad Tağıyev arvadı Sevinç Hüseynovanın xəyanətini əsas gətirərək öldürmək qərarına gəlib. O, evin mətbəxindən götürdüyü bıçağı şalvarının belində gizlədib və söhbət etməkdən ötürü yoldaşı ilə birlikdə yaşadıkları massivdəki boş əraziyə gəlib. Aralarında qısqanclıq zəminində yaranmış mübahisə zamanı bıçaqla qadının qarın nahiyəsinə zərbə vurub. İkinci zərbəni vurmaq istədikdə bıçaq əlindən düşüb. Əvvəl əlləri, sonra əynindəki gödəkçənin sol qolunu boğazına dolayıb arvadını boğub. Arvadının əllərindən tutaraq öldürdüyü yerdən 4-5 metr kənara sürüyüb yolun kənarına uzandırıb. Rəşad bıçağı arvadının cəsədinin yanına atıb və evə qayıdıb. Evə qayıdandan sonra 102 xidmətinə zəng edərək arvadını öldürdüyünü etiraf edərək təslim olub. Rəşad Tağıyevə qarşı Cinayət Məcəlləsinin 120.1-ci, yəni qəsdən adam öldürmə maddəsi ilə ittiham irəli sürülüb. Orxan Rasifoğlu, Məhkəmə Xəbərləri.